Salam Fishing TV Azərbaycan kanalı izləyiciləri, abunəçiləri, əziz balıqçılar. Mən keçən il və keçən ilin sonunda əldə etdiyim müəyyən bir balıqçı ləvazimatlarını sizlərə göstərmək istəyirəm. Hardan nəyə almışım, onu haqqında məlumat vermək istəyirəm. Hansılarında əldə etdiyim baraban hansılarında tuning eləmişəm, hansılarında tuning etməyə ehtiyac olmayıb, onları da sizlərə deyəcəyəm. Başlayayım bu Population barabandan Shimano Vanford. 3000 idi, STH-dır, Vanford. Bu population üçün getirdim. Sırf sazan tutmağa gedəndə population göllərdə, indi mənim dənizdə bir hara gedir, sazan tutmağa getdiyim yerlərdə sırf buna elə bir ki, bu barabanı sazan karp tutmaq üçün istifadə edəcəm. Population'udur. Deməli, onun haqqında məlumat verim sizlərə. Vanford'da adı. Tak, belə. 511'dir. Deməli, 9 kilo qədər saxlaya bilir. Drag fraksiyonu var. Sonra öz çəkisi 185 qramdır. Paçink sayı 9+1'dir. Buna əlavə olaraq 5 paçinik əlavə etmişəm. 5 paçinikdən deməli vrəşəş vintin üstündə olmur. Vtulka, deməli plasmas vtulkalardır. İkisi bura əlavə olunub. Biri rorka kuladifisin üstünə əlavə olunub. Biri şpulyanın altına əlavə olunub. Burada deməli laton vtulka idi. Bir də deməli bunun rotoru bağlayan qaykası, bunlar vtulka ilə olur. Abıçın barabanlarda o adi qaykadır. Bunda isə vtulkalı qaykalardır. İçində müəyyən bir yer var. Orada vtulka tutulur ki, bu rotor oynamasın və ora əlavə olunub. Buna 5 paçinik əlavə etmişəm. Tuning olunub, upgrade olunub və yağı dəyişilib. Yağını yuyub təmizləyib dəyişmişəm. Korpus olaraq karbondur. İkinci populok kimi sizə göstərim. Bu da populok üçün istifadə etdiyim barabanı. MBL-dir. Bunda vrəşəş vintlədir. Bu isə kulisa iləndir. Bunda veçin vint və vrəşəş vint yoxudur. Burada kulisa, şpulyanı qaldırıb salma funksiyasını yerinə yetirən kulisadır. Bunda isə belə deyim, bir paçinik rolika istifadə əlavə etmişəm. Bu da korpus olaraq karbondur, uqlovoloknodur. Hər ikisi 3000 idi. Hər ikisi əlin içində yerləşir və narazı da deyiləm. Bu barabanı saxlayacağım sırf vobla, kifal tutmaq üçün. Amma bunu isə inşallah sazan tutmağa gedəndə bu arabandan istifadə edəcəm. Bunda cəmsi 5 paçinik var. Bunda isə 9+1 üstə gəlib 5 dənə paçinik mən əlavə etmişəm. Haradasa belə deyəm, Twin Power'a çatdırmışım paçinik sayına görə. Zavodska üstündə bu gələn ruçkası karbon 2 ruçkalıdır və bunların hər bir ruçkanın üstündə 2 paçinik var. Yəni zavodda elə buraxılışıdır. Zavod buraxılışı belədir. Karbonla gəlib 2 ruçkalı və paçiniklər də var üstündə. Bunu inşallah upgrade nə edəcəm? Bunun üçün yeni ruçka zakaz edəcəm. Və bu vtulkaların üstündədir. Bu ruçkasını dəyişəcəm, biraz başqa formada ruçka qoyacam. Allah qoysa buna və paçinik edəcəm buna. Sonra sırf populasyonun özlərini göstərim sizlərə. Mən keçən bax bu qayda monarxla balıqçılıq etmişəm. Deməli, çəki gətirmə qabiliyyəti bunun özü 5 metrəli idi. 35 qrama qədər quruz gətirə bilir. Bu sırf population keçən bu ilə balıqçılıq etmişəm və sazanlar da olub. Demirəm, yekək sazanlar idi. Təxminən 800-700 qramlıq sazanlar idi, kiloya yaxın. Bax, bu barabandan çıxarmışam. Mən də inanmıram ki, bu dözər, amma dözdü. Shimano üçün isə yeni population almışam. Bu da özü Shimano'dur. Shimano Alivio 3 metrəlik. Deməli, testi 40-80 qram. Yenidir. Bunu bu ilin sonunda almışam. Bunu isə təxminən
oktyabr ayları idi ya, biraz o noyabr, bu vaxtlar almışam. Sentyabr, oktyabr ayı əsəflə. Sentyabr, oktyabr aylarında onlar kimi almışdım. Ama istifadə etməmişdim. Paçinkdən zakaz verdim, gözlədim paçinki gəlsin, sonra lüftünü yığmaq üçün şaybalara zakaz vermişdim, onlar gəldi və hazırda paçinklər dəyişilib, lüftü də yığılıb, hamısı qaydasındadır. Sonra keçək Sorfo tilovlarına. Sorfo tilovlarından biri Dolphin'dir. Hamının tanıdığı Surfmaster Dolphin. Deməli, bu özüdür. 100-250 qram testidir. Duvarlar tipdir, yəni ki, kalçolar Fuji'dir, furniturası Fuji'dir, yəni baraban saxlayandan düz kalçolara qədər Fuji'dir. Sonra bir spinningim də var, Dolphin Aerosurf, onu əldə etmişəm. Hələ ki istifadə etməmişəm bu hal-hazırda sizə göstərdiyim spinningi. İnşallah bu illəri istifadə edəcəm. Sonra baraban haqqında deyim sizə. Dolphin hamı tanıdığı Dolphin Aerosurf'dur. Bunda məndə biri var idi. 2 dənə də əlavə əldə etmişəm. Deməli, bunun üstündə paçinnik, əlavə paçinnik qoymuşam burada. Parazit şişəsiylə bunların üstündə vtulka ilə gəlir. Əlavə 2 paçinnik əlavə etmişəm buna. Yağı da dəyişilib. Deməli, yağlamışam bunu əsəylə. Penin yağı ilə yağlanılıb, təmiz yuyulub, lüftləri yığılıb, yəni minimumdadır. Deməli, Sorfo quruzlar haqqında deyim sizə, hansılardan istifadə edirdim və hansılardan istifadə edəcəm inşallah. İstifadə etdiyim Sorfo quruzu məndə Pərvizin quruzu deyirlər, çox vaxt odur, sonra budur və bu illəri inşallah Talə qarşı istifadə etdiyi bu quruzdan da istifadə edəcəyəm. Qırmaqlar haqqında məlumat verim. Bu cür qırmaqlardır. Sonra kifal tutmaq üçün mən bundan istifadə edirəm. Bu paploklu qırmaqlardır. Paplok qoyurumsa o cür istifadə edirəm. Sonra kütüm üçün də bunu kifayla istifadə etmişəm və kütümə də istifadə etmişəm. Bunu ovnerdir. Sonra fudolardan bunlar da 27.01'dir, sonra 20.01'dir. Yeni fudodur. 20.07'dir. 20.01'dir. Bax bunlardan istifadə edirəm. Deməli, barabanı Shimano barabandır. Sonra bu paplok üçündür, Kayda Monarx. Sonra bu paplok üçün, Shimano paplok üçün budur. Sonra Dolphin barabanın özüdür. Sonra Sorfo spinninglərimdə onları Delfindən almışam. İndi sizə sazan çubuqlarım haqqında, barabanlar haqqında danışacağım və deyəcəm hansılar harda əldə etmişəm. Sırf barabana qalanda Karpovu Kayda Darmellidir. Bunun üstünə heç bir paçinik əlavə etməmişəm. 11+1 paçinik var. Üstünə göstərildiyi qədər açdım. Eyni idi. Sadəcə bunu upgrade edəndə ki, sırf yağını dəyişmişəm. Bir də lüftünü yığmışam. Minimumda saxlamaq üçün. Burada lüft yoxdur. Kayda Darmelli 2 dənə əldə etdim. Sırf sazan üçün lesika olaraq Trabucadır. Sonra baraban haqqı bir məlumat verim sizə. Bu knoku bunu söküləndi. Bunun içində 2 dənə paçinik var yəni. Karabkasının üstündə göstərdiyi qədər var idi. Hətta buradakı parazit şəstinədə də 2 paçinik var idi yəni. Əlavə paçinik qoymaya ehtiyac olmadı. Ruçkası da açılır, söküləndi. Görə bilərsiniz. Ruçka ilə bağlanılır. Yəni
transportirovkada adama narahatçılıq yaratmır. Sonra üçüncü barabanın bunu düzü gətirmişəm. Buruçka açılan deyil. Korpus olaraq uglerodun voloknodur. Konus şpulyalıdır, 9000 idi. Bunlar isə 8000 idi. Sonra bu barabanın üstündə əlavə şpulya gəlmir. Mən əlavə şpulyanı olar deməli zakaz eləmişəm Azondan. Eyni bu barabanın spodovası var. Spodov şpulyadır. Yəni ki, bunun ilə eyni şpulyaya malikdir. 2 milli fərqləri var. Yəni Lescot'un praktiki eynidir. Bunu istifadə edim inşallah. Özünü doğrultsa, bunun üçün ikinci barabanın üçün də zakaz eləyəcəm. Sifariş verəcəm, gətirəcəm. Bunu da sifariş vermişəm Azondan. Karpov çubuqlarım haqqında məlumat verim sizlərə. Bunu bu ilin sonunda almışım. Kada Kangoer 3.90'dır. Kalçosu da iridir. İri kalço malikdir. Standart Karpovu belə deyim, çubuqlarda olduğu için iri kalço malikdir və bunun kalçosu proteozakloslu kalçodur, yəni deska dolaşmasın deyə. Kangoerdə bu cür gəlir. Kalçoları budur. Standart hamısı proteozakloslu kalçolara malikdir. İkinci Karpov çubuğunu göstərim sizə. Bu Kada Karpolent'de 5.5 LB'dir, 3.90'dır. Bunu da ilin sonunda almışım. Daha doğrusu bunda məndə 3 dənədir. Biri 3.75'dir, 3.60 uzunluğunda. Biri eyni bu cürnədir. 3.90'dır. Bunu bu ilin sonunda almışam. Sonra bir başka kart çubuğum da var. O da lurikillerindir. Buyurub baxa bilərsiniz. Uzunluğu 3.90'dır. 5 LB'dir lurikillerində, amma sərt çubuğu deyil yəni. Elastik çubuğudur. Yüngüldür, xoşuma gəldi. Bunu amma mən sırf sazan üçün yox, bunu fikrimdə var inşallah. Voblaya, leşə, kifayət üçün istifadə etməyə. Həm nazik, yüngül olduğuna görə, həm də rahatdır. Çəki olaraq, deməli, qruz olaraq atmağı bunda yoxlamışam. 110 qrama qədər. Yəni ki, onu attım, rahat attı. 110'dan artıq bundan naqruskaydı. Onları mən buna sırf leş, vobla, kifayət bu cür balsa etməyə saxlamışam. Bir də inşallah uzaq məsafə olmamaq şərti ilə, məsələn 100 metrəyə qədər flat feeder, sonra feeder balıqçılığında istifadə etmək istəyirəm inşallah. Kalçolarını göstərim sizə. İri kalço malik deyil. Məsələn, o bir karpollar kimi deyil bu. Bunun ən kalçosu budur. Elə iri kalçoya malik deyil. Standart karpovun çubuqlarda olduğu yekə kalçolar malik deyil. Düzdür, proteozakloslu kalçolardır üstündə. Fuji deyil. Başta məlumat verim sizə. Furniturası Fuji deyil yəni. Kalçosu, baraban saxlanan yeri Fuji deyil. Elə də balaca deyil kalçolar, amma iri də deyil. Sonra paplaq üçün belə deyim, balıqçılığıma görə balıqçılıq etmək üçün mən belə bir qablar almışam. Mən burada sırf paplaka aid mənim lavazımatlarımı yığmışam. Şirkət ola Hirisli. Burada batareykalar qoymuşam, işıqlı paploklar üçün.
görə bilərsiniz. Poploku qoşmağa karabinlərimdir. Sonra burada isə businkalardır. Qısası onu dediyim ki, bu Trabucanın businkasıdır. Sonra stopperlardır, poploku saxlamağa. Bu dərinliyə vermək üçün, bu isə poploku qırmaqdan sonra oturmasın deyə məndə 2 cürdür. 2 cür istifadə edirəm. Stopperlardan belə bir qabıdır. Hələ bunu da keçən ilin axırı, ilin sonunda əldə etmişəm. Belə birdir. Bu sırf bobla, kifal. İkinci poplar üçün dəstək üçün sazan bax bunu əldə etmişəm. Bu da hirisdir. Eyni qaydada burada da stopperları qoymaq üçün yerim. Sonra karabinləri qoşmaq üçün və bu stopperlar üçün bunlar istifadə edirəm. Belə orqanizerlər var içində. Burada həmin stopperlardandır, businkalardandır. Burada batareyka yeridir. Burada batareykanı yerləşdirmişəm və müəyyən miqdarda qırmağa qoymuşam. Bunu isə sırf sazanda, poplov sazan tutmaq üçün istifadə edəcəm. Və hamısını sorfulara ayırmışam. Karpolları ayrıdır. Poplov üçün qabılı tam ayrıdır. İstəyir sazana, istəyir bəsəsin boblar kifal üçün. Sonra belə bir ilk bok əldə etdim. Bu sazan tutmaq üçündür. Sazan qırmaqlarını bağlamağa boy üçün istifadə edəcəm. Qırmaqlar qoşulacaq bura. Burada iynələrlə Yeva materialdır. Bunu batırırsınız. Qırmaqlar burası boyunla bərkidirsiz. Burada qalır. Bunu sazan üçün istifadə edəcəm inşallah. Sonra sazan tutmağa spinninginə gedəndə eyni herisin qabıdır. Bu isə belə deyim. Burada da eyni orqanizer yerləri var. Göstərə bilərəm sizlərə. Bu restorasyondur, bezapasın klipsadır. Sonra bunu volosun, boyla tutanda qırmağı burada saxlayırsınız və sizin o boylun uzunluğunu burada özünüz təyin edirsiniz. Hansı kurçokunu və volosun, boylu bağladığınız o leskanın uzunluğunu burada yine təyin edirsiniz. Sonra belə bir stopperlardır. Boylu taxmaq üçün üstünə qalsın. Bu bələnçinə bir yeni stopperlardır. Fərqli uzunluqlarda. Sonra poğutlu materialdır. PVA nitkadır. Bunun haqqında məlumat verəcəm sizlərə. Sonra belə bir iynələrdir. LED korna işləmək üçündür. LED kornada onu da deyəcəm sizlərə. Sonra belə bir stajoklardır. 120 qramdır. Sonra belə bir rezinlərdir. Pelislər taxıb üstünə qırmağa keçirməkdən ötəri. Üstündə belə bir xırda orqanizer qablar var. Burada qırmaq qoya bilərsiniz. Fərqli növlərdə qırmaqlar qoya bilərsiniz. Yəni iki dənə qabı var. Amma bir də bir məlumat verim sizlərə. Bunların üstündə bax bu əlavə həm qapağı rolunu oynayır, həm də əlavə polka rolunu oynayır burada. Bu bir dənə gəlir. 2 dənə belə qab olur. Nəsə orqanizer qabı, amma bu üstündə olan ikinci polkası bir dənə olur. Məndə bunda bir neçə dənədir deyə, onda 3 dənədir. Karpovu üçün ayrı ayırmışam inşallah. Sorfovu qabım tam ayrıdır. Şar üçün istifadə etdim belə bir hirs qabı tam ayrıdır. Məndə 3 dənədir qab deyə, bunu əlavə buralara ikincisini qoymuşam. Bu arada sizə məlumat verdim və bir də məlumat dedim. Bax burada da onun öz yeri var. İstəyirsiniz qırmağı boyuna qoya bilərsiniz bura. Hazır qoyun və ya da qırmağı hazırladınız, taxdınız, qalır boylu taxmaq. İynələr haqqında deyim sizlərə.
var letkorla işləmək üçün şeyləri var, boylu taxmaq üçün. Bir də bax bu iqla deyil də iynə. Boylu taxmaq bax bu. Təkanı. Və belə bir şeydir. Letkorla, yəni ki, letkorun içine keçirdiniz, petlərini tutdunuz, bunu ağzını bağladınız, çıxartdınız. Letkorla işləmək üçündür. Nazik hissəyə qədər şey eləyirsiniz. Məsələn, bax burada nazik yeri var. Taxdınız, çıxdı. Sonra bunu bura taxdıqca letkoru enlənir və ikinci letkorun artığını qoşub petlə düzəltəndə rahat içindən keçmək üçündür. Burada boylu taxmaq üçün, boylu deşmək üçün sifrollardır. Bunlardan almışam. Sonra yenə belə qabım var, qurçuqlar qoşmaq üçün. Bunu isə sorfda istifadə edirəm. Necə? Yəni hazır qırmalan bu cür taxıram bura, iynələrini qoşuram. Burada istədiniz boylu üçün müəyyən miqdarı yer buraxırsınız, eska şeyə taxmaq üçün. Boylu üstünə qoşmaq üçün. Belə bir qabımdır. Bu sorfu üçün istifadə edirəm. Bunu isə bundan da məndə 3 dənədir. Sırf kifar pavudaklarını babacı qoşdunuz, iynəni taxdınız, qaldı burada. Sonra belə bir qab almışam, boylu parçalamaq üçün, boylu taxtı üstünə başlayırsınız fırlatmağa. Un halı, üdülmüş halı gətirirsiniz, xırdalayırsınız. Prikomkaya qatmaqdan ötürü. Boylu deyim, bax budur. Belə bir boyuldur. Bunları almışam. Bu boyuldur. Biləşi boyul. Bunlardan getirmişəm. Sonra belə bir bunlardan varımdır. Belə pelisi, bax sizə göstərdim rezin, bax bu pelis üzə taxılır. Belə bir pelisim var. Bu cürünə varımdır. Hemen burası burada deşiği var. Kamera düşürüyor. Hemen deskanın artığından bir numune göstereyim sizlere. Bak böyle bir şey bırakılır qırma bağlanında. Hemen o iğne ilə bu silonu boylu deşdiniz. Taxdınız iğneye, iğnəni buna taxırız. Bu boy yer keçir, burada qalır. Göstərdiyim sarı basması isə bunun uzunluğunu təyin edirsiniz. Boy hansı məsafədə dayansın qarmağının olan məsafəsini özünüz orada təyin edirsiniz və boyla görə. Sonra belə bir likviddir. Likviddə milasa yemi qatmağa aktivator klöva. Sonra müəyyən bir qurtun üstünə vurmağa, çörəyin üstünə nazik qavuza vurmaqdan ötürü belə bir aktivator klövaları almışam. Sonra belə bir raketadır. Yemləmək üçün spodlu raket. İnşallah bunun bir dənə balqasını alacağım. Bu cürünə. Xırdasını getirəcəm və vobla tutmağa gedəndə müəyyən yerləri yemləmək üçün vobladan tapırsın. Biz çoxu çörəyi kifar tutanda çörəyin içini bunu atırdıq suyun içinə ki kifar orada yemlənsin də qalsın. Bu və göstərdiyim lurikiller üçün ağırdır. Amma spod və smigləri dözür. Qaydalarına dözəcək, amma lurikiller üçün çox ağırdır. Bunun bazasını əldə edəcəm inşallah. Sonra ben şeyler göstereyim size. Bak bunlar letkordur. Bak bu özü letkordur. Bunun içinde sterjin var. Demir sterjindir. Böyle Svintsova qurğuşundan olan bir məftildir. Həmin göstərdiğim iğnələr bunlardan istifadə edirlər. İnşallah bir video çəkiş edəcəm. Bunlar necə istifadə olunur, necə eləyirsən, necə düzəldirsən, onların üçün göstərəcəm sizə. Bax bu letkordur. Bax bu da deməli, bu da letkordur, hilisindir. Baxa bilərsiniz.
Sonra Pavatkov materialdır. Pavatkov bağlamağa. Eyni fluorokarbonundur. 0.28. Bu da fluorokarbonlu kucaklar balonuna bağlayacağım inşallah. Bu da PVA sapdır, kleyli sapdır. Yəni necə? Çox vaxt risk ruvok verəndə maskoda qopur. Biz onu rezin iplə bağlasaq belə produksiyon sallamış vəziyyətdə qalır. Ruvok verəndə qırılır. Mən internetdə gördüm. Səhvimizdə İtalyan kanalında idi. Maskot taxıldı, bağlandı, rezin iplə qoyuldu və qırmağı fırlatıb pavadokun üstünə qoydu və bu PVA nitqə ilə bağladı. Bir qırağına kamera bağlamış quruzyanı atdı. 5 dəqiqə, təxminən 5-10 dəqiqə ərzində, səhvimizdə 5 dəqiqə düşdü suya, qırmağı pavadoka bağlanmış vəziyyətdə. Suda əridi, qırmaq sallandı, yerdə qaldı. Yəni atışlarda bunu bağlayıb sorf atışlarında ruvok verəndə qırılmasın deyə. Sizin nasatkabız qırmaqdan parçalanmasın, partlamasın deyə. Ona görə bağlı. Belə bir şey, adi quruzunu atış edirsə, birində ona oxşayır. İnşallah onu da istifadə edib sizə göstərəcəm. Sonra quruzda inline üçün belə bir quruzlar əldə etmişəm. Baxa bilərsiniz. Bunlar bu pavadoku necə düzəldirlər, necə qoşulurlar, hamısını sizlərə göstərəcəm Allahın köməyi ilə. Bundan sonra devam meşok. Buraya yemi doldurursunuz. Yemi doldu və bağladı. Bu da kleydəndir. Baxmayın, marli oxşayır, amma kleydir. Suya düşəndən sonra 5 dəqiqə ərzində əriyir gedir. Bunu da necə istifadə edirlər inşallah dəniz kənarında sizlərə göstərəcəm Allah qoysa. Bu karpova olan mənim ləvazimatlarımı sizlərə göstərdim. Və kurçuqları göstərim sizlərə. Distrasyon deyirlər. Həmin karpova asılında dedim. Mən bu sözdə kifa tutmaq üçün istifadə etmişəm. Onu bir gün göstərəcəm sizlərə. Bax bu cür. Distrasyondur. Pavadokda olur, qırmağı bura taxdınız, çıxartdınız, rahat çıxartıb dəyişmək üçün. Diyəcəksiniz, bu qədər qırmaq çıxarırsın, yox, çıxmır. Əlavə olaraq böyle bir stejinlər var. Bax, bu cür stejinlər. Bunun üstüne taxırsınız. Bu heç yerə çıxmır. Həm də deskanın zədələnməsi qabaqlar, həm də bunu dartdınız, kurçoku dəyişdiniz, başqa kurçok qoydunuz. Sizə istədiyiniz kimi. Bu stasyondur. Sonra безопасный klipsə deyilən bir şey var. Bax bu odur. Bunlar da hirisindir. Burada nə görə hamısı hirisindir. Mən də stejinlərdə kurçokasını taxırsam, plinkdə deyirlər çox vaxt. Həmin o pelisi göstərdim sizlərə. Üstünə görsə rezini var. Bu yağlı olduğunda rezin bir çoğranır deyə. Bundan taxırsınız və kurçokun üstünə atırsınız. Sonra bunu da istifadə vertolyot deyirlər, karpov balıqçılıqda. Безопасный klipsə əslində işlədilən inline'dir, vertolyotdur, bir də безопасный klipsədir. Bunu ondan ötəri gətirmişəm. Bu biraz iridir. Xırdalar da var yəni. Göstərim sizə. Qırmaqlar haqqında karpov qırmaqları göstərəcəm. Bu dediklərimin hamısını mən əldə etmişəm Delfin mağazində. Kim istəsə, almaq istəsə Delfin mağazına yaxınlaşsın, orada ala bilər. Kurçok olaraq yenə də bax, buna hirisdir. 6 nömrəsi var, 8 nömrələri var, almışam. Karpovadır. Sonra Fox'un, orijinal Fox'un özüdür. Fox kurçoklarımdır. Baxa bilərsiniz. Burada Fox'dur. Fox'a üstünlüğü vermişəm. Böyle kurçoklar karpovu, iri balıqçımdır. Bax bu da hirisdir. Bunu görə bilərsiniz, bu da hirisdir. Deməli Delfin mağazində hirisində qırmaqları var. Sonra sırf brendlərə gedəndə Korda var. Fox'un özü var.
Flagmanın kurçokları var. Düz qiyməti bahadır, amma belə deyim, bu kurçokla mən bu keçən il balıqçılıq etmişəm Artyomda. Özünə yaxşı göstərir, qəşəng, xoşuma gəldi. Və bunların hamısını əldə etmişəm Delfin mağazinində. Burada belə bir karmışkam var. Filet karmışkaları göstərim sizə. Əslində birinci şeyi göstərəcəm. Feeder karmışkalardır. Bunu almışam mən, deməli gətirmişəm Temodan. Amma bunları isə almışam Delfin mağazinində. Delfindən almışam bunu. Var. Bu mənim də hal-hazırda qalıb yoxsuq. Bu da bu qabı isə əldə etmişəm Temodan. Burada isə filet karmışkalarımdır. 100 qramlıqlardır. Yemi bura qoydunuz, kuru çokuzu qoydunuz bura və sıxdı üstünü getdi. Sıxılır və çıxartdınız və açışlarınızı eləyə bilərsiniz. Bu qabda indirəm. Bu hər iki qabı əldə etmişəm Temodan. Bunlar da karmışkalar da deməli almışam. Temodan almışam. Amma bir məlumat verim ki, Temo axır zamanlar, axır 2 aydır ki, malları çox gecikdirir. Ya gömrüdə qəribləşir qalır, ya özləri gömrüyə qədər olan müddəti çox uzadırlar. Hətta 1 ay keçir, belə deyim. Belə bir karmışkam var. Bunu almışım Delfindən. Qab alınıb indi Temodan. Bunu almışam Temodan. Bu Temo malıdır. Bu karmışkalar isə Delfin mağazinində alınır. Karmışka bu senin də özü. Bunun özü də rezini almışam deməli Delfin mağazinində. Bu qədər. Ha, bir də ki, bunu da almışdım. Mən də Delfin mağazinində almışam, amma gördüyünüz edəndir. Karmışkadır. Bunu necə istifadə etmişdim. Yemi qoyurdum bunun içinə, sıxdım. Kurçoklar qoyurdum qabın içinə. Qoydunuz bələnçinə. Qoyuldu ora və sıxıldı yemlə bir yerdə qalsın. Mən sadəcə burada nə elədim? YouTube'da görmüşdüm, deməli Rusiyada istifadə karmışka var. Ploska danskoy deyirlər. O başqa cür inşallah onu zakaz eləyəcəm, az onu göstərəcəm sizlərə. Yemi doldururlar. Yemi doldurur və 2 dənə belə qırma buraxıb üstündə penoplast qoyurlar. Bu düşdüyü yerə yem dağılır. Bu suyun içində bu cür oynayır. Bu çox qalxmır. Bu suyun içində belə qalır burada oynayır. Bir növ makoxa kimi. Makoxa da yerə oturur, amma orada isə mən yerə oturtdurmadım. Bu beləncə qaldı. Suyun içində belə oynayır. Bu yemlənəndə balıq bunu götürürdü. Təxminən 8-10 dənə sazan çıxartdım Artyomda. Məhz bu metodla. Bu 3-cü kurçaka qoymamışdım. Bu acı belənçinə qalırdı. Suda yerdə qalırdı. Bunlar isə yerdən üzülmüş vəziyyətdə. Bax bu cür oynayırdı suyun içində. Bunun üstündə olmanı qorxmur, sazan bundan qorxmur. 8-10 dənə sazan çıxartdım. Hələ karəsləri demirəm yəni. Bax suyun içində belənçə oynayır. Balıq yemlərində bu avtomatik gətir ağzına. Bunu onun ötürü qoymuşum yerdə qalmasın da, lildə batıb itməsin. Bu da saxlayırdım. Bu vəziyyətdə normal. Onu deməli kəsib qoyanda adi pavdorçu materialdandır da. Qançı qırmaqlarımızı qoşurdum, yumuşaq evi material. Balaca nazik kəsin ki, suda çox belə qaldırmasın. Bu cürünə yerdə oynasın. Suyun içində böyle tərpənsin. Şu balıq yemləri bu avtomatik o yemlərimlə bu keçəcək, udurmu, qırmağı da odur. Kurçoklar da uzun, bundan artıq uzun qoymuyor yani. Burada təxminən bir 10 sm var. 10 sm biraz yuxarı. Çox uzun etməyin. Mənası olmayacaq. Çünki sazan dibinə yemləyəndə bu yuxarıda qalmasın və bu cür yerdə oynasın. Həm pavda kuzu uzunluğuna bundan artıq qoymuyor.
həm də qoyduz penoplast çox qırmağa qaldırmasın. Bu suyun cibində bu cür qalsın. Sizə göstərmək istədiyim ləvazimatlar bunlar idi. Nələri harda almışam göstərdim. Qabları endirim. Hiris qabları Delfin'dən almışam. Temuda da var. Temuda qiyməti bunun hal-hazırda qalxıb 68 manat. Əvvəl təxminən 59 manat idi. İndi artıq bir 10 manata qalxıb. Qalan bu il istifadə etmək edəcəyim malları sizə göstərdim bir qismini. İnşallah barabanlar görüm özünüz doğruldur yoxsa yox. Darmelli barabanlar, amma Rusiyada yaman təriflilər, bunu baxırdım YouTube'da. Yaman təriflədilər. Darmellini istifadə edənlərin çoxusu razıdır. İnşallah ki, gələn bu illərdə onlardan istifadə edəcəm. Və bu ilki balıqçılıqda bütün balıqçılara bol trofeylər, ruzunuz bol olsun, trofeyləriniz bol olsun qardaşlar. Və kim darmelli barabanı istifadə edibsə, balıqçıların içindən bir məlumat versin ki, nə cür barabandır. Mən ilk dəfə alıram bu illəri. Hələ ki işlətməmişəm. Düzdür, tüningini eləmişəm, yağlanılıb, lüftü yığılıb, amma sırf işlətməmişəm. Mən nə qaranlıq qaldısa, nəyi hardan almışamsa, yenə də kommentarlarda yaza bilərsiniz, cavab verməyə hazıram. Diqqətinizə görə minnətdaram. Yəni də bu ilki balıqçılıqda hamımıza bol ruzu, bol trofeylər arzu edirəm.